Hər vaxtınız xeyir olsun uşaqlar. Deməli, elektrik yükü haqqında danışacağıq. Həm çalışacağam ki, testlərin izahlarına baxım, həm də sizə lazım olan minimal bilikləri, elektrik yükü və sahəsi ilə bağlı olan məsələləri aydınlaşdıraq. Ümumiyyətlə, biz yeni bir bölməyə başlayırıq, elektrodinamikaya. Sizdən sorsalar ki, elektrik yükü hansı bölmədə öyrənilir, deyəcəksiniz elektrodinamikada. Desələr ki, elektrik yükü hansı bölmədə öyrənilir, deyəcəksiniz ki, elektrodinamikada. Bəs sükunətdəki elektrik yükü harda öyrənilir desələr, siz deyəcəksiniz ki, elektrostatikada. Baxın, təbiətdə iki növ yük var. Müsbət yükü biz adlandırırıq proton, mənfi yükü adlandırırıq elektron. Proton, elektron və onun xüsusiyyətlərini öyrənən fizikanın bölməsi elektrodinamikadır. Yəni, elektronun dinamikası, hərəkət qanunları elektrodinamikada öyrənilir. Sükunətdəki elektrik yükünü isə öyrənən bölmə elektrostatikadır. Bu qəbula sual kimi düşüb, bu məsələyə diqqət edin. Sükunətdə deyəndə elektrostatika, hərəkət edən yük isə elektrodinamikada öyrənilir. Bizim ikinci qeydimiz budur ki, təbiətdə iki növ yük var. Ümumiyyətlə yük Q hərfi ilə işarə olunur. Əgər siz bilsəz ki, həmin yük müsbət yüklüdür və protondur, onda P hərfi ilə. Əgər o yük mənfi yükdür, yəni elektrondur, onda biz onu adətən işarə edəcəyik Y hərfi ilə. Əgər yükün müsbət mənfiliyini bilmirsinizsə, sadəcə olaraq hansı hərflə işarə edirik uşaqlar? Q hərfi ilə işarə edirik. Və yükün də vahidi klon kişinin şərəfinə klon qəbul olunub. Yadınızda saxlamalısınız ki, yükün vahidi nədir? Klon. Biz növbəti dərslərdə inşallah keçəcəyik. Burasını hələ ki qaranlıq qalsa da olar. Biz inşallah sabit cərəyanda danışacaq. Niyə yükün vahidi amper vur saniyədir? Hələ ki siz bilin ki, yükün vahidi klon kişinin şərəfinə klon qəbul olunub. Sonradan öyrənəcəksiniz ki, bunu amper vur saniyə olaraq da açmaq olar. Hansı ki, bilən ikinci il hazırlaşan şagirdlər üçün deyim, I bərabər idi cərəyan şiddəti Q böl T olduğuna görə Q də nəyə bərabər idi? IT-yə. Siz bilirsiniz ki, burada cərəyan şiddətinin vahidi amper, zamanın vahidi isə saniyədir. Ona görə yükün vahidini amper vur saniyə deyə qeyd edə bilərsiniz. Əsas məsələ burada nəyi bilməkdir? Yükün Q bərabərdir N-yə deyə düsturu var. Yük nəyə bərabərdir? N-yə. Əgər söhbət protondan gedirsə, yəni müsbət yükdən gedirsə, müsbət N-yə, əgər söhbət elektrondan gedirsə, mənfi yükdən gedirsə, mənfi N-yə şəklində göstərə bilərik. Ümumiyyətlə, yükü təyin etmək üçün, yəni Q-nü təyin etmək üçün N-yə deyə düsturumuz var. Bəs N nədir uşaqlar? Bu, elektron və yaxud da ki, proton sayıdır. Yəni, N nədir? Bizə birinci hissədən bəllidir. Adətən N-i biz sayı ilə ifadə edirik. Yəni, sayı ifadə etmək üçün N hərfindən istifadə edirik. Əgər mənfi yükdürsə, mənfi N-yə, yəni elektron. Müsbət yükdürsə, müsbət N-yə adlandırırıq. Müsbət yük, bir daha deyirəm, protondur, mənfi yük elektrondur. Yükün ədədi qiyməti təxminən 1,6 vurulsun 10 üstü mənfi 19 klondur və elementar zərrəcik olaraq bölünməz hərəkət qəbul olunur. Və uşaqlar, ədədi qiymətini əzbərləməliyikmi müəllim? Xeyr. Əgər məsələ həllində sənin yükün qiyməti yerinə qoyulmalısa, o zaman veriləcək. Bunu əzbərləmənizə ehtiyac yoxdur. Amma bunu bilməlisiniz ki, yükü Q hərfi ilə, proton olduqda P hərfi ilə, elektron olduqda Y hərfi ilə işarə olunur və yükün vahidi nədir uşaqlar? Klondur deyirik. Biz yavaş-yavaş üçüncü qeydimizdən danışaq. Üçüncü qeydimizdə nə deyilir? Deyir ki, müsbət yüklə mənfi yük var dedik. Müsbət yük uşaqlar mənfini və yaxud da mənfi müsbəti cəzb edir. Amma müsbət müsbəti itələyir, yəni dəf edir. Mənfi də mənfini nə edir? Dəf edir. Bunu yadda saxlamağımız lazımdır ki, əks işarəli yüklər bir-birini cəzb edir, eyni işarəli yüklər isə bir-birini nə edir uşaqlar? İtələyir, yəni dəf edir. Bu bizim üçüncü qeydimizdir. Sizdən sorsalar ki, yükü hansı cihazla formlaşdırmaq, əldə etmək olar? Deyəcəksiniz ki, elektrofor maşını ilə. Baxın, bir daha deyirəm, yükü hansı cihazla əldə etmək olar? Baxın, uşaqlar, biz deyəcəyik hansı maşından? Elektrofor maşınından istifadə edirik deyəcək. Elektrofor maşını bu hissəsindəkidir. Qıraqdakılar elektroskopdur. İndi elektroskop haqqında da danışacaq. Bu qısaca təxminən deyim, bunlar görürsünüz, boz şəkildə olan, mən sarı kimi rənglədiyim. Bunlar alüminium falqadır. Yəni, bunlar üzərində olan alüminium vərəqlərdir deyək. Həmin bu alüminium vərəqlərdir və burada
mis saçaq kimi bir deməli simlər var deyək. Həmin bu ki, bunun çarxını fırlatdıqca çarx bu valı, iri valı fırladır və sürtünmədən dolayı misin oradakı alüminium falqalara bu başlayır elektrik yükləri yaranmağa. Elektrik yükləri də yarananda uşaqlar, elektrik yükləri yarananda təxminən burada topuzlarda biri müsbət, biri mənfi toplanır və burada belə bir qığılcım yaranmış olur. Və bunda hər bir topuzu bir elektroskopa birləşdirərək yüklənib yüklənməməni, həqiqətən də yükün yaranıb yaranmamasını təyin etmək olar. İndi bunun detalları sizə lazım deyil. Əsas bir dənə yadda saxlamalısınız ki, yükü hansı cihazla əldə etmək olar? Elektrofor maşını ilə. Yükü əldə etmək üçün biz nədən istifadə edirik deyəcəyik? Elektrofor maşınından istifadə edəcəyik. İnşallah şagirdlər qoşulub, yenə də həmişəki kimi kifayət qədər qoşulma yoxdur dərsə. Belə. İndi uşaqlar, biz yeni bir insanla tanış olanda onun xüsusiyyətlərini öyrənirik ki, məsələn, yaşı boyu, harda yaşaması, sosial statusu və s. ki, onu daha ətraflı tanıyaq. Biz də yeni anlayış olaraq yük keçiriksə, onun bəzi xüsusiyyətlərini bilməmiz lazımdır. Yükün birinci xüsusiyyəti onun diskret qiymətlər almasıdır. Yük diskret qiymətləri alır deyəndə bəs müəllim nə başa düşməliyik? Biz bayaqları dedik ki, sizinlə elektron nə cür zərrəcikdir? Elementar. Elementar nə deməkdir? Yəni bölə bilmirik də onu. Elementar. Elementar yük olduğuna görə, yəni zərrəcik olduğuna görə bölə bilmirik. Bölə bilmiriksə, tən daha artıq, məsələn, almadır, almağı bölə bilirsən. Məsələn, burada deyək ki, bir alman var, bir də onun yarısı var deyə bilərsən. Yəni 1,5 alma, 1 və onun yarısı. Alma bölünür, amma elektron bölünmədiyinə görə 1,5 Q deyə bilməzsən, Q bərabər 1,5 Y deyə bilməzsən. Yük nəyə alacaq? Elektronun tam hissələrini. Yəni bir batareyadır deyək, batareya içərisində 2 dənə elektron ola bilər. Bir də elektronun yarısı ola bilməz. Niyə? Çünki elementardır, bölünməzdir deyirik. Yəni bunun yükünü 2,5 Y deyə bilməzsən. Ya 3-dür, ya 2-dir, ya 5-dir, ya 1000-dir və s. Yəni yük diskret qiymətlər alır deyəndə nə başa düşməlisiniz? Elektronun tam misillərinə bərabər qiymətlər alır. Yəni n burada natural ədədlər alır. 1-i, 2-ni, 3-ü, 1000-i, milyonu və s. Bu yükün diskretlik xassəsidir. Yükün saxlanma qanunu nədir? Məsələn, bizə ən loru dildə izah etməyə çalışıram. Batareya var da, elə deyil. Yükləri batareyada toplayırıq, məsəl üçün. İndi uşaqlar, pakovkada olan, üzrlü sayın, rusca ifadə etdim, amma ki, Azərbaycancası ağlıma gəlmədi. Hətta türkçəsi də gəlir. Embalajında deyirlər türkçə. İndi paketində deyək, nəyində deyək, pakovkasında, embalajında olan bir batareyada, uşaqlar, batareyada. Məsələn, burada neçə dənə yük var? Məsəl üçün deyirəm, 9 dənə elektron var. Yükü deyək ki, bunun yükü Q'su nəyə bərabərdir? 9Y'yə. İndi uşaqlar, əgər bunu paketindən açmamışıqsa, onun içərisində elə nə olacaq? 9 elektron olacaq. Yəni, əgər sən bunu açıb da saata, pulta və s. qoymamısansa, bunun içərisində neçə dənə elektron olacaq elə? 9 dənə elektron olacaq. Yəni, yükün saxlanması deyəndə, söhbət əgər qapalı sistemsə, oradakı yüklərin cəbri cəmi nə qalacaq? Dəyişməz, sabit qalacaq. Ta ki, bu işlədiciyə qoyulana kimi. Bax, bu nədir? Uşaqlar, üzrlü sayın, yükün saxlanma qanunudur. Bəli? Elə ki, məsələn, yaxşı həmd olasınız. Kim idi? Aha, tamam, anladım. Mən sizlə əlaqə saxlayacağım, zəhmət olmasa. İndi dərstəyəm, çox ətraflı danışa bilmərəm. Online dərstəyəm, üzrlü sayısız. Önəmli bir şey var idi? Niyə narahat olmayın? Fikrimdədir, qeyd etmişəm. İnşallah əlaqə saxlayacağım sabah gün ərzində sizlə. Şagirdi qeyd etmişəm. Oldu, sağ olun. Deməli, uşaqlar, yükün invariantlıq xassəsi var, növbəti xassə. İnvariantlıq xassəsi deyəndə nə başa düşülür? Bir sistemdən başqa sistemə keçəndə belə yadda saxlayın ki, yükün xüsusiyyətləri dəyişmir. Məsələn, burada qeyd olunub, elektrik yükünün qiyməti hesablanma sisteminin seçilməsinə asılı deyil. Yəni, bir hesablanma sistemindən digərinə keçdikdə dəyişmir. Bunu nə cür başa düşək müəllim?
beyninizdə canlandırmağa çalışın, mən təsvir edin dedikcə. Bax, 2 dənə bateriya düşünün. Balaca qol saatlarımıza adətən belə yayma batareyalar qoyuruq. Digərlərini isə uşaqlar, məsəl üçün, böyük saatlara və s. bu uzunsol batareyalardan qoyuruq. İndi uşaqlar, məsələn, burada bir dənə elektron var. Gətirib bu elektronu bu batareyaya yerləşdirsək bir şəkildə. Bu burada 3 və yaxud da ki, sürəti, xüsusiyyəti, burada elektronu idi, bura gətirəndə protona çevirsin. Belə bir şey olmur. Yəni, sistemin seçilməsindən asılı deyil. Burada elektron idi. Nə xüsusiyyətləri var isə, burada da həmin elektronda o xüsusiyyətlərini saxlayır. Yəni, invariantlıq xassəsi nə deməkdir? Bir sistemdən başqa sistemə keçirəndə yükün xüsusiyyətləri nə etməz uşaqlar? Yadda saxlayın ki, dəyişməz, qalacaq deyəcək. İndi uşaqlar, yük ilə bağlı belə bir xüsusi yüklənmə ilə bağlı belə bir qaydamız var. Mən bu 8-ci qeydə sonradan qaydacağım. Gəlin buradan danışaq, 12-ci qeyddən sonra danışarıq onlardan. Hətta 12-ci qeyddən danışmağı üçün biz belə deyək, elektriklənmə haqqında danışırıq. Elektriklənmənin növləri haqqında danışacaq. Elektriklənmənin uşaqlar yadınızda saxlayın ki, 3 növü var. Deməli, elektriklənmənin neçə növü var? 3. Hansılardır? Biz baxın, deyəcək ki, elektriklənmənin 3 növü var. Hansılardır bunlar? Deməli, birinci növü toxunaraqdır. Toxunaraqdır. Arxa fonda açılarkən bizdə yazaq. Toxunaraq, ikincisi iş görərək. İş görərək. Bir də üçüncüsü nədir? Təsiri ilə elektriklənmə. İnternetimiz biraz zəifdir. İnşallah ümid edirəm ki, səs zəif gəlmir. Təsir ilə elektriklənmə. Bax, biz indi danışırıq sizlə nədən? Elektriklənmənin növündən, elektrik yükü ilə bir cismi yükləməyin növündən, elektriklənmənin növü. Deməli, hansılar oldu? Toxunaraq, iş görərək, bir də təsir ilə elektriklənmə. İndi uşaqlar, toxunaraq nədir? Mən bunu tapana kimi siz də bir təsəvvür edin. Məsələn, bir naqil düşünün. Naqil nədir? Elektrik cərəyanını keçirən maddəyə biz naqil deyirik. Adətən naqil deyəndə ağlımıza şumul gəlir. Məsələn, loru dildə desək, bu şumulda elektrik cərəyanı varsa, siz ona toxunsunuz, sizin əlinizdə elektrik yükü ilə nə olmuş olacaq? Yüklənmiş olacaq. Elə deyil? Həmin biz... Toxunaraq elektriklənmə budur. Burada qeyri-adi bir şey yoxdur. Biraz zaman olacaq açılması. Elektriklənmənin dedik ki, 3 növü var. Toxunaraq, iş görərək və təsir ilə elektriklənmə. İndi bir dənə özürlü sayım mən burada. Hansı interneti boşluq? Bizim internet. Səndirmə zəif interneti qoşulub. İndi problem aradan qalxacaq inşallah. Ümid edirəm interneti getdi və problem yaranmayacaq. Deməli, uşaqlar, biz elektriklənmənin növlərindən danışırıq. Dedik ki, toxunaraq. Birincisi. Bir cismi elektriklənmənin birinci növü toxunaraqdır. Məsələn, burada naqil düşünürsünüz. Bu naqilə əl vursunuz, elə deyil, toxunmuş olsanız, onda elektrik yükü ilə əliniz yüklənmiş olacaq. Bu birincisi. İş görərək nədir? İkincisi iş görərəkdir. Məsələn, siz bunu bəlkə qış dönəmində xüsusilə indiki həyatınızda tez-tez rastlaşdıra bilərsiniz. Məsələn, qaranlıq bir otaqda siz əyninizdən yun paltarınızı çıxardıqda qığılcımların yarandığını görmüsünüz. Bu nə zaman baş verir?
bədəniniz və yaxud da ki, alt paltarınızla digər yun paltarınız bir-biri ilə sürtünmədən dolayı elektrik yükləri yaranır və bu elektriklənmənin iş görərək elektriklənmə növünə aiddir, belə deyək. Məsəl üçün, bunu siz evinizdə təcrübə də edə bilərsiniz. Yun xalçanı ayağınızın altına qoyub da bu şəkildə ayağınızı yun xalçaya sürtdükcə sizin burada elektronların yarandığını və bir növ burada elektriklənmənin baş verdiyini görərsiniz. Xüsusilə də əlinizi qapının o dəmir qulpuna mı deyək, tutqacına mı deyək, yaxınlaşdırdıqda və sürətli bir şəkildə ayağınızı o yun xalçaya sürdükdə burada sizin ayağınızdan başlayacaq elektrik yükləri ta ki qol və barmağınızdan qapıya doğru axın yaranacaq. Orada bir əlinizdə titrəşmə hiss edəcəksiniz. Bu elektriklənmənin ikinci növüdür. İş görərək. Fikir verirsiniz, iş görürsünüz ayağınız. Bundan çox yerdə istifadə olunur. Məsələn, maşınlarda dinamo var. Bunu daha çox oğlanlar yaxşı başa düşər. Və yaxud da ki, başqa nə? Məsələn, məktəbinizdə bunu etməmiş olmazsınız. Müəllim adətən kağız qırıntılarına qələminizin arxa hissəsini saçınıza sürətli bir şəkildə sürtdükdən sonra yaxınlaşdıranda kağız qırıntılarını qələmin cəzb etdiyini görmüsünüz. Bu niyə baş verir? Biri müsbət, biri mənfi yüklənir. Xüsusilə də evonik çubuqda bu aydın müşahidə olunur. Biri müsbət, biri mənfi yüklənir və o biri müsbət, biri mənfi olduğuna görə biz az öncə dedik ki, elektronlar protonları cəzb edir. Ona görə müsbət mənfini cəzb etdiyinə görə kağız qırıntılarını evonik çubuq cəzb edir. Bu elektriklənmənin iş görərək elektriklənmə növünə aid olan misallarıdır. Sonuncu isə toxunaraq elektriklənmədir. Buna təsirli elektriklənmə və yaxud da ki, elektrostatik induksiya da deyirlər. Bəs nədir elektrostatik induksiya? Uşaqlar, məsələn, bir dənə elektrik cəhətdən elektroneytral cisim götürürəm. Elektroneytral nə deməkdir? Məsələn, burada əgər atıram 5 dənə proton varsa, 5 dənə də nə var deməkdir? Elektron var. İndi burada belə bir hadisə baş verir. Məsələn, bunun yaxınlığına müsbət ion gətirirəm. Müsbət ion var, mənfi ion var. Əgər elektronların sayı çoxsa mənfi ion adlanır. Protonların sayı çoxdursa sistemdə müsbət ion adlanır. İndi uşaqlar, biz bura müsbət ion, yəni protonların sayı çox olan bir maddə gətirərək bunu müsbət ion adlandıracaq. İndi nə baş verəcək? Bu elektronları özünə çəkəcək, protonları isə özündən nə edəcək? Uşaqlar itələyəcək. Bax, bu elektronları özünə çəkib, protonları özündən itələyəcək. Çünki biz bura müsbət yükü yaxınlaşdıranda, bu içərisindəki elektronları, 5 dənə elektron var idi də, özünə çəkəcək. Protonları özündən nə edəcək? İtələyəcək. Niyə? Çünki müsbətləri itələyir, mənfiləri özünə çəkir. Fikir verirsiniz, bayaq elektrik cəhətdən elektroneytraldır. Gəlişi gözəl düzülmüşdür yüklər. Amma indi bu tərəf müsbət, bu tərəf mənfi yükləndir. Deməli, bu elektriklənmənin nədir? Görürsünüz, nə toxunma baş verdi, nə də iş görüldü. Sadəcə olaraq yaxınlığına gətirib müsbət ion yerləşdirdik, yəni təsirə məruz qoyduq və bu şəkildə bir hissəsi mənfi, bir hissəsi müsbət yükləndi. Elektriklənmənin bu növünə isə elektrostatik induksiya deyilir. Elektrostatik induksiya nədir? Təsir ilə elektriklənmədir. Ümid edirəm, bu aydın oldu. Xahiş edirəm, sualınız varsa verin. Uşaqlar, problem, qaranlıq qalan bir məqam var, soruşmaq istədiyiniz. Yoxdursa, mən davam edeyim. Elektriklənmənin 3 növü var dedik, bunlardan danışdıq. İndi yuxarıda buraxdığımız o, belə deyək də, 8-ci qeyddən davam edək. Uşaqlar, sizə tez-tez belə bir sual düşür. 2 eyni radiuslu kürəni toxundurub bir-birindən ayırsaq, bu zaman yüklər nə cür paylanacaq? Bax, məsələn, bu kürənin yükü olsun 4 kulon, bu kürənin yükü olsun mənfi 10 kulon. İndi deyir ki, bunları toxundururuq bir-birinə. Sonra ayırırıq. Ayırandan sonra bəs bunun yükü və bunun yükü nə olacaq? Nə cür tapacaqsınız? Toplayıb 2-yə bölməklə. Yüklüləri toplayıb 2-yə bölməklə. Məsələn, müsbət 4 klondur, mənfi 10 klondur. Toplayanda nə olacaq? Mənfi 6 klon. 2-yə bölsəz, mənfi 3 klon, mənfi 3 klon olmaqla yüklər paylanacaq. Bir daha deyirəm, məsəl üçün, deyək ki, biri mənfi 12-dir, biri 4 klondur. Topladıqda neçə olacaq uşaqlar? 4 klon, mənfi 12 klon, topladıqda mənfi 8 olacaq.
Bir ayrandan sonra nə cür paylanacaq dedik? Yarı-yarı. -8-in yarısı bu -4-də, bu da yarısı -4 klon olmuş olacaq. Deməli, nə edirik? Uşaqlar, əgər iki eyni kürə, xüsusilə burada söhbət radiusdan gedir. Radiusu eyni olan iki kürə toqquşdurulub ayrılırsa, nə edəcəksiniz? Yüklərin paylanması üçün toplayıb 2-yə böləcəksiniz. Əgər radiuslar eyni deyilsə, kürələr müxtəlif olarsa, bəs müəllim nə edəcək? Uşaqlar, buna diqqət edin. Radiusları müxtəlif kürələrdə nə edəcəksiniz? Yükləri toplayıb böləcəksiniz radiuslar cəminə. Yükləri toplayırsınız, bölürsünüz radiuslar cəminə. İndi əgər birinci kürənin yükü soruşulursa sizdən, vurursunuz birincinin radiusuna. Əgər ikinci kürənin yükü soruşulursa sizdən, vurursunuz ikincinin radiusuna. Baxın, bir daha deyirəm. Əgər birinci kürənin yükü soruşulursa, vurursunuz birincinin radiusuna. Əgər ikinci kürənin yükü soruşulursa, vurursunuz nəyə? İkincinin radiusuna deyəcək. Aydındır uşaqlar? Bax, bir daha deyirəm. Eyni radiuslu iki kürəni toqquşdurub ayrılanda yükləri toplayırsınız, bölürsünüz 2-yə. Müxtəlif radiuslularda isə surətdə yüklər cəmi, məxrəcdə radiuslar cəmi. Əgər birinci kürənin yükünü təyin edirsinizsə, birincinin radiusuna vurursunuz, ikinci kürənin yükünü təyin edirsinizsə, ikincinin radiusuna vurursunuz. Bu belə 9-cu qeydimiz. İnşallah davam edək. Uşaqlar, deməli, elektrik yükü ilə yüklənib yüklənmədiyini təyin etmək üçün, yəni elektriklənməni təyin etmək üçün biz elektroskopdan istifadə edirik. Elektroskop nə cür işləyir? Mən qısaca sizə bunu izah edeyim misal üzərində. Baxın, bir daha deyirəm. Var elektrofor. Elektroforla yükü əldə edirdik. Bəs yükün var olub olmadığını nə ilə yoxlayırıq? Elektroskopla. Elektrometr var, elektrofor var, elektroskop var. Bunları qarışdırmayın. Elektrometrlə öyrənəcək ki, potensialların fərqi. Elektroforla yük əldə edirik, elektroskopla yükün olub olmadığını yoxlayırıq. Bəs yüklənməni nə cür təyin edirik? Bir dənə elektroskop çəkək. Bu onun topuzu olsun, bu onun köynəkləri, yəni vərəqləri olsun və yaxud da ki, əqrəbləri deyək, nə deyiriksə deyək. Belə bir elektroskop çəkirəm burada uşaqlar. İndi elektroskop, məsələn, elektrik cəhətdən elektron neytraldır. Məsələn, 2 dənə elektron varsa, 2 dənə proton var. 2 dənə elektron varsa, atıram burada da 2 dənə proton var. 2 dənə proton, 2 dənə elektron var. İndi nə edirəm? Bu yüklənib yüklənmədiyi nə cür təyin olunur? Buna bir dənə yükü toxundururam. Toxundurmaq və yaxınlaşdırmaq başqa şeylərdir. İndi bir misallarda, test izahlarında yaxınlaşdırmağı da izah edərəm. Məsələn, indi mən buna əgər mənfi yükü toxundursam, burada mənfilərin sayı çox olacaq da 3 dənə. Mənfilərin sayı çoxalıb nə olur? Bu mənfi iyon. Mənfi iyonsa buradakı müsbətləri nə edəcək? Özünə çəkəcək. Müsbətlər yuxarı gedəcək. Əlbəttə buradan tullanmır da, bu naqildir. Bu hissə naqildir. Naqil boyunca nə edir? Yuxarı gedir. Yuxarı gedib bu müsbətlər. Niyə? Çünki bu mənfi gətirdik bura. Neytral idi. Mənfilərin sayı çoxalıb bu mənfi iyon oldu. İndi müsbətləri özünə çəkəcək. Müsbətlər yuxarıya gedib nə cür yükləyəcək? Müsbət yüklə. Aşağıda nələr qalacaq? Bunlar getdi deyək də. Aşağıda mənfilər. Mənfilər qaldığına görə, mənfini itələdiyinə görə bu əqrəbləri belə deyək, bir-birindən nə etmiş olacaq? Bax, belə itələnmiş olacaq. Bir-birindən belə itələndiyinə görə biz nə deyirik? Bu elektrik yükü ilə yüklənib deyirik. Elektriklənməni təyin etmək üçün bayaq elektrofor maşınında da sol və sağ tərəflərə topuzların başına nə qeyd olunmuşdu, nə daha doğrusu əlaqələndirilmişdi naqil vasitəsilə elektroskop. Siz bunu yadda saxlayın ki, elektroskop nə işə yarayır? Elektrik yükü ilə yüklənib yüklənməmə təyin edilir. Toqquşdurmaq başqa şeydir, yaxınlaşmaq başqa şeydir. Biz indi dərs davam etmişik, əslində sürətli bir şəkildə bunları təkrar edirik. Yükün səth sıxlığı anlayışı var. Söhbət vahid səthə düşən yükdən gedir. Bax, səth sıxlığı Q hərfi, sigma hərfi ilə zülü sayını işarə olunur. Xatırlayırsınız, sigma ilə biz birinci hissənin sonunda mexaniki gərginliyi və səthi gərilmə əmsalını işarə etmişdik. İndi sigma ilə səth sıxlığı ifadə edəcəyik. Səth sıxlığı ilə bağlı bir çox kəmiyyəti biz elə sigma ilə işarə edəcəyik. Əsas yerinə və mahiyyətinə baxmanız, onları yadda saxlamağınız lazımdır. Vahid səthə düşən, bax, bu səthin sahəsi var da, səth deyək, bu səthin S deyə bir sahəsi var. Sarı ilə ifadə etdiyim bu səthin müəyyən bir sahəsi var. Bu səthə sahəsinə düşən yük, deyək ki, elektronlar olsun.
elektronlar var. İndi söhbət nədən gedir? Hansı sıxlıqda paylanıb onu təyin etmək üçün yükü səthin sahəsinə bölməniz lazımdır. Sorsalar ki, bəs səth sıxlığının vahidi nədir? Yükün yerinə biz kulon qoyuruq. Sahənin də vahidi metr zad deyil. Bəzən şagirdlər çaşıb burada esi görüb metr yazırlar. Yox, sahənin vahidi nədir uşaqlar? Metr kvadratıdır. Deməli, yükün səth sıxlığı nə oldu? Kulon bölünsün metr kvadratı olmuş oldu. Bu nədir uşaqlar? Yükün səth sıxlığıdır. Sürətli bir şəkildə növbəti bunu artıq izah etdik. İndi danışaq nədən? Kulon qanunundan. Burada biraz basırıq yazılıb. Mən onu burada izah edəcəm. Sonra ora baxarıq. Deməli, biz bilirik ki, müsbət mənfini cəzb edir və yaxud da ki, mənfi mənfini itələyir. Müsbət müsbəti nə edir? İtələyir. Bunlar arasında cazibə və yaxud da itələmə varsa, yəni birinci ikincini, ikinci birincini cəzb edir və yaxud da itəlirsə, ikinci birincini cəzb edir və yaxud da itəlirsə, bəs yaxşı, bunlar arasındakı o cazibə qüvvəsi üçün hansı düstur var? Kulon kəşf etdiyinə görə bunlar arasında Kulon qanunu deyə adlandırdığımız belə Q1, Q2 vur K böl R kvadratı deyə bir düsturumuz var. Uşaqlar, xatırlayırsınız, yer səthinə istənilən iki toz dərəcəyi arasında belə cazibə var demişdim. Və bunlar arasındakı cazibə qüvvəsi üçün biz J vurulsun M1 vur M2 böl R kvadratı deyə bir düstur yazırdıq. Hansı ki M1, M2 o cəzb etməsini təyin etdiyimiz iki cismin nəyi idi uşaqlar? Kütləsi idi. R onların mərkəzləri arasındakı məsafə, J isə gravitasiya sabiti idi. Fikir verirsiniz, indi burada yüklər arasındakı cazibə üçün də aşağı-yuxarı eyni şeyləri deyirik. Burada bizim artıq kütlənin yerinə nə yazırıq? Kütlənin yerinə biz yazırıq nəyi? Yükü, bunun yükünü və bunun yükünü. Bəs mərkəzləri arasındakı məsafə olduğu kimi o anlayış qalır. Bunun mərkəzi ilə bunun mərkəzi arasındakı məsafə. Səthlər arasında yox, mərkəzlər arasındakı məsafə yerində qalır. Fikir verirsiniz, məsafə özdə kvadratı. Q1, Q2 və uşaqlar yükün mənfi müsbət olmasının heç bir ruslar demişkən təfavütü yoxdur. Siz nəzərə alın ki, Q1, Q2 nəyin içərisində yazılıb uşaqlar? Modulda yazılıb. K bəs nədir? Xatırlayırsınız, J nə idi? 2 dənə 1 kiloqramlıq cisim götürürdük. Mərkəzlər arasındakı məsafəni 1 metr qoyurduq. Bu zaman onlar arasındakı cazibə qüvvəsinin qiyməti idi. Nə? J. İndi isə burada isə K kulon sabitidir. K kulon sabitidir. Kulon kişinin şərəfinə adlandırılıb kulon sabiti. Bəs nədir? Yükü 1 kulon olan və mərkəzlər arasında məsafə 1 metr qoyulan iki yük arasındakı qarşılıqlı təsir qüvvəsinin qiymətidir. Ədədi qiymətini əzbərləməyə ehtiyac var? Xeyr. Sadəcə yadınızda saxlayın ki, uşaqlar, K kulon sabitidir və onun əgər məsələdə ədədi qiyməti yerinə qoyulması lazımdırsa, onda məsələnin sonunda qiyməti də qeyd olunur. Əzbərləməyə ehtiyac yoxdur. Sadəcə olaraq siz bildiniz ki, burada yüklər arasındakı qüvvə ki var, cəzb etmə və yaxud da dəf etmə, onu təyin etmək üçün Q1, Q2 moduldadır. İndi mən bundan sonra yazmayacağım, siz bilin ki, moduldadır. Bölünsün, K vursun Q1, Q2 bölünsün R kvadratı deyilən bir düsturumuz var. Və buradan 3 şeyi yadınızda saxlamalısınız. R normal məsafədir. Normal məsafə nədir? Normal məsafə dediyimiz bu yükün mərkəzi ilə bu yükün mərkəzi arasındakı məsafədir. Bəs R maksimal nədir? R maksimal məsafə isə bu yükün mərkəzindən bunun bu səthinə kimi olan məsafədir. Onda R maksimal verəndə biz o maksimal məsafədən radiusu çıxıb yerinə qoyacaq. Məsələn, maksimal məsafə 8 metr deyir. Atıram, radiusu 2-dirsə, siz gətirib bura 8-dən 2-yə çıxıb 6 qoyacaqsınız. Minimal məsafə məsələsi var. Minimal məsafə deyəndə radiusu üstə gəlirsiniz. Niyə? Çünki bunun mərkəzindən bunun səthinə kimi olan məsafədir. Onda nə çatışmır? Bir radius. Deyək ki, minimal məsafə 10-dur, radius da 2-dir. Onda onun üstünə 2-yi gəlib gətirib bura qoyursunuz. Normal məsafə dediyimiz anlayış isə nədir uşaqlar? Normal məsafə isə mərkəzləri arasında məsafədir. Bax, bu məsələlərin həllində diqqətli olmalı olduğunuz nələrdir? Məqamlardır.
ki, burada onlar qeyd olunub. Bir də biz belə bir şey demişik, indi epsilon haqqında ətraflı danışmayacağam. Deməli, əgər məsələnin şərtində epsilon varsa, epsilonumuz bizim dielektrik nüfuzluğudur, dielektrik nüfuzluğu. Epsilon 0 isə elektrik sabitidir. Sabitidir. Bunlar haqqında daha sonra danışacaq. Dielektrik nüfuzluğu və elektrik sabiti qeyd olunubsa, gətirib həmişə R-in yanına yaza bilərsiniz. Onsuz da ədədi qiyməti məsələnin şərtində qeyd olunacaq. Harda R varsa, R-in yanına siz epsilon 0-ı qeyd edə bilərsiniz. Bəs bu K nədir? K-nı gəlin açaq 14-cü qeydimizdə. Biz dedik ki, epsilon deməli oldu, yadınızda saxlayın, dielektrik nüfuzluğu, epsilon 0 isə elektrik sabitidir. K vurulsun Q1, Q2 böl R kvadratındakı, gəlin bu K-nı tapaq Coulomb qüvvəsini. Əslində mahiyyətini dedik, nə olduğunu, ədədi qiymətini nə cür təyin ediblər, ondan danışaq və vahidi nədir, ondan danışaq. R kvadratını çarpaz vursaq, buna bir də F kimi baxıb, biri də ki, bura vursaq, onda belə bir şey alırıq. R kvadratı bərabərdir K Q1, Q2 modulu. Buradan da durub K-nı tapanda, K da nəyə bərabər olur? R-in kvadratı bölünsün nəyə? Q1 vurulsun Q2-yə bərabər olur. Qüvvənin yerinə biz Newton yazarıq. R də məsafədir. Onun yerinə də metr kvadratı. Q1 olacaq klon, Q2 də ki klondur. Klon vur klon, klon kvadratı olacaq. Deməli, bu nəymiş? Klon sabitinin vahidi olmuş oldu. Bir daha deyirəm. Sizdən sorsalar klon sabitinin vahidi nədir? Deyəcəksiniz ki, K-nı tapmaq üçün klon qüvvəsindən, yəni klon qanunundan, yeri gəlmişkən siz necə ki Newtonun ikinci qanunu deyəndə A bərabərdir F bölüm, Hooke qanunu deyəndə F bərabərdir Kx və s. deyirsinizsə, klon qanunu deyəndə də ağlınıza bu düsturun gəlməli olduğunu bilməlisiniz. Klon qanunu nələr arasındakı qanundur? Elektron və proton və yaxud da ki, proton, elektron arasındakı o itələmə və yaxud da cazibə qüvvəsini təyin edən qanundur. Buradakı həmin o sabit də ki, klonun şərəfinə klon sabiti adlanır. Klon sabitinin vahidini nə cür çıxardıq? R kvadratı keçdi F-in yanına. F-R kvadratı bərabərdir K Q1, Q2. Buradan da durub biz həmin bu K-nı taparsaq, K da F-R kvadratı bölünsün Q1, Q2 oldu. F-in yerinə Newton, R məsafədir metr kvadratı böl klon kvadratı deyə qeyd elədik. İndi uşaqlar, vahidini aldıq, Newton vursun metr kvadratı böl klon kvadratı. Yeri gəlmişkən klonu amper vur saniyə, Newton da kilogram vursun metr böl saniyə kvadratı yazıb əsas vahidlərlə tam olaraq ifadə edə bilərik. Klonun ədədi qiyməti verilib 9 vursa 19-dur. Əzbərləməyə ehtiyac yoxdur. Məsələ həllində lazım olarsa sizə ədədi qiymət qeyd olunacaq və siz ondan istifadə edəcəksiniz. Amma əzbərləmək deyil də klon qüvvəsinin, sabitinin vahidini klon qüvvəsinin düsturundan çıxara biləcəyinizi unutmamalısınız. Və son olaraq klon sabiti üçün təcrübədən çıxan 9 vursa 19-u almaq üçün belə bir düsturumuz var. K bərabərdir 1 bölünsün 4 pi epsilon 0. Hansı ki burada epsilon 0 siz artıq bilirsiniz. Nə dedik? Elektrik sabiti. Epsilon dielektrik nüfuzluğu idi. Epsilon 0 isə elektrik sabitidir. Fikir verirsiniz, K ilə epsilon 0 nə cürdür? Bir-birinin tərsidir. Tərs asılıdır. Məsələn, hətta buradan epsilon 0-ı tapsaz, 1 bölünsün nə olacaq? 4 pi K olacaq. Ki, tapıb baxa bilərsiniz. İstəsəz videonu durdurub sonradan baxın. Bu düsturdan elə epsilonu tapsaq, biz K ilə epsilonun yerini dəyişmişik. Epsilon 0 1 bölünsün 4 pi K-dır. Vahidini çıxarsaq, onda Newton vursun metr kvadratı böl klon kvadratı epsilonun vahidi bunun tərsi olacaq. Madəm ki, tərsdir dedik, onda bu tərs klon kvadratı yuxarı qalxacaq, Newton vurur metr kvadratı aşağı düşəcək. Epsilon 0 nədir? Dedik ki, elektrik sabitidir. K nədir? Klon sabitidir dedik. Buradakılar ümid edirəm sizin üçün aydındır. Mən arxayınlıqla sürətli bir şəkildə ona görə izah edirəm ki, artıq bu yekundur. Biz bu həftə ərzində çox danışmışıq və bu bizim dərsimizin yekunudur və çox şagird də sağ olsun, həmişəki kimi dərsdə iştirak etmiş. Deməli, mən artıq onlara üçün nəsə deyə bilmərəm. Bu bizim yekun dərsimizdir. Baxın, çox dərslərdə danışmadığım, keçən onlaynda qeyd etmişdim. Düzü, bazar günü danışmışdım daha doğrusu.
Klon qüvvəsini təyin etmək üçün burulma tərəzindən istifadə edirlər. Bəzən düşür klon qüvvəsi və şagirdlər də qüvvə deyib dinamometr götürür. Xeyr uşaqlar. Deməli klon qüvvəsi ki var idi. F bərabərdir k küp 1 kök 2 böl r kvadratı. Epsilon varsa bunu da əlavə etdiyimiz epsilon r kvadratı dediyimiz ki klon qüvvəsi iki yük arasındakı qarşılıqlı təsir qüvvəsidir. Bax bu qüvvəni təyin etmək üçün nədən istifadə edirik? Burulma tərəzindən istifadə edirik. Tərəzi dediyimizə görə ağlımıza deməli tərəzi gəlməsin. Bəs bu nədir? Burulma tərəzisi. İndi belə bir şeydir, təxminən baxın belə bir şeydir. Mən bunun təfsilatı haqqında danışmayacağım uşaqlar. Burulma tərəzisinin təfsilatı haqqında. Sadəcə bilin ki, burulma tərəzisi təxminən belə bir şeydir. Tərəzi deyəndə o kütləni təyin edən tərəzi ağlınıza gəlməsin. Söhbət klon qüvvəsini, yəni yüklər arasındakı qarşılıqlı təsir qüvvəsini təyin edən tərəzidən gedir uşaqlar. Burulma tərəzisidir bu və bu klon qüvvəsi digərlərindən fərqli olaraq nə ilə təyin olunmur? Deməli, nə ilə təyin olunmur? Deməli, biz üzülürsən bircə dəqiqə uşaqlar. Deməli, burulma tərəzisi uşaqlar la klon qüvvəsi təyin olunur. Uzun uzadı danışmayaq, qısaca. Belə. İndi uşaqlar 16-cı qeydə keçək. 16-cı qeydimiz nədir? Dielektrik nüfuzluğu epsilon. Hansı ki, baxın uşaqlar, yüklər arasındakı məsafə sabit saxlamaq şərti ilə vakuumdan bir cism mühitə daxil etdikdə klon qüvvəsinin neçə dəfə azaldığını göstərən kəmiyyətə dielektrik nüfuzluğu deyilir. Yəni mühitin dielektrik nüfuzluğu deyəndə, yəni epsilon deyəndə nə başa düşülür? Vakuumdan bir daha deyirəm. Baxın, vakuumdan hər hansı bir dielektrik daxilinə keçəndə klon qüvvəsi dəyişir. Həmin o azalmanı, artmanı göstərən kəmiyyətdir dielektrik nüfuzluğudur. Yəni daha doğrusu azalmanı göstərən kəmiyyətdir. Vakuumdakı qiymətinin mühitdəki qiymətinə nisbəti və yaxud da vakuumdakı intensivliyin mühitdəki intensivliyə, vakuumdakı o finin, potensialın mühitdəki potensiala və yaxud da ki, bu tutumdur. İndi bizim inşallah tutumu keçəndə danışacaq. Bəzi dərs qruplarda biz artıq tutum haqqında danışmışıq. Epsilonu da indi hal-hazırda danışmamışıq. Ona görə siz bir dənə onu bilin ki, vakuumdakı klon qüvvəsinin neçə dəfə azalmasını göstərən kəmiyyətdir dielektrik nüfuzluğu. Biz epsilon 0 üçün dedik ki, K-nın vahidinin tərsidir. Epsilon 0 nə idi? Elektrik sabiti idi. İndi isə uşaqlar dielektrik nüfuzluğundan, yəni epsilondan, bəzən şagirdlər epsilon 0 qarşıdır. Yox, epsilon 0 deyəndə sabit. Epsilon isə dielektrik nüfuzluğudur. Və F0 böl F-dir deyə, hələ ki bu Y-ləri boş verək, biz az sonra danışacaq bu Y-dən, F-dən falan. F0 böl F-dir deyə, Newton yazarıq F0 üçün, F üçün də Newton yazarıq, ixtisar edəcək 1 qalacaq. Deməli, dielektrik nüfuzluğunun vahidi yoxdur. Baxın, epsilonun vahidi yoxdur. Epsilon 0-ın isə vahidi klonun tərs qiymətidir. Klonun vahidinin nəyidir uşaqlar? Tərs qiymətidir. 16-cı qeydimiz belə. İndi uşaqlar, elektrik sahəsinin intensivliyi bəs nə mənəm şeydir? İndi burada biraz qəliz, çox qarma-qarışıq yazılıb. Mən bunu da belə burada izah edeyim. Birincisi, intensivlik nədir? İntensivlik. İntensivlik uşaqlar, biz müsbət yükdən çıxan şəkildə, baxın, istənilən nöqtəyə müsbət yükdən çıxan şəkildə göstəririk. Mənfi yükə isə biz daxil olan şəkildə intensivlik xətlərini göstəririk. Mənfi yükə isə nə cür? Daxil olan şəkildə nəyi göstəririk? İntensivlik xətlərini göstəririk. Müsbətdən çıxan mənfiyə isə uşaqlar nə cür olan? Daxil olan şəkildə göstəririk. İntensivlik deyəndə biz intensivliyi ümumdünya cazibə qanununda keçmişdik. Xatırlayırsınız, qravitasiya sahəsinin intensivliyi J idi. J də F bölü M idi. Hansı ki F-də
mg'yə, ağırlıq qüvvəsi mg'yə bərabər idi. Bax, oradakı J idi, qravitasiya sahəsinin intensivliyi və graviti olduğuna görə Q hərfi ilə oranın intensivliyini göstərdik. Elektrik sahəsinin intensivliyi isə electricity olduğuna görə Y hərfi ilə işarə edirik, deyirik. İndi electricity dedim mən, düz dedim, tam olaraq yadımda qalmayıb, inşallah səhv demədik. Electricity. Deməli, baxarıq bunu sonra dərsdən sonra. İntensivlik Y hərfi ilə işarə olunur və uşaqlar müsbətdən çıxan şəkildə bu intensivlik xətlərinin istiqamətini göstəririk. Müsbətdən çıxan. Mənfiyə isə daxil olan. Bəzən belə bir qəbula suallar düşür. Deyir ki, məsələn, intensivlik xətləri bu şəkildə verilir bizim üçün. Baxın, bu şəkildə verilir. Belə buradan da çıxan. Bax, fikir verirsiniz, buradan çıxıbsa belə, burası nə cür yükdür, müsbət. Buna daxil olursa, məsəl üçün belənçinə və yaxud da belənçinə daxil olursa, bu nə cür yükdür, mənfi yükdür deyəcək. Yəni, deyir ki, məsələn, Q1 ilə Q2-nin yükünün işarəsini təyin edin. Bura daxil olursa, mənfi yükdür. Oradan çıxırsa, əlbəttə ki, o nə cür yükdür, müsbət yükdür deyəcəksiniz. Uşaqlar, bir dənə burasına diqqət edin indi düsturuna. Biz qravitasiya sahəsinin intensivliyini necə ki J bərabərdir F bölü M kimi ifadə ediriksə, elektrik sahəsinin intensivliyini də Y bərabərdir. Bax, F bölünsün M-in yerinə yükü yazırıq. F bölü Q. Yəni, buradan da biz hətta elektrik sahəsində yükə təsir edən qüvvə üçün baxın, fikir verirsiniz, Q-nü çarpaz olaraq Y-yə vursaq, Q-Y deyə düstur alırıq. F nəyə bərabərdir deyəcək. Yük vurulsun nəyə? İntensivliyə deyəcəksiniz. Yenə deyirəm, yadda saxlayın. Baxın, əlaqələndir qravitasiya sahəsinin intensivliyi necə ki J bərabərdir F bölü M idi. Elektrik sahəsinin intensivliyi isə Y bərabərdir nədir deyəcəksiniz. F bölünsün Q-dür deyəcəksiniz. Vahidinə gəldikdə uşaqlar, yükün yerinə, üzrlü sayın, qüvvənin yerinə Newton, yükün yerinə də ki nə yazacaqsınız? Coulomb. Deməli, intensivliyində vahidi nə oldu? Newton bölünsün Coulomb olmuş oldu. Əgər sualınız varsa, haqqında verə bilərsiniz. İntensivliyi haqqında belə bir şey də var. Bu da burayı izah elədim artıq. Burada qarma-qarışıqdır. Mən çalışacağım ki, buranı da indi bu 18-ci qeyddə yeni səhifədə izah edim. Biz artıq 18-ci qeydimizdəyik inşallah. Tələsmirsiniz, səbirlə, diqqətlə qulaq asırsınız. İndi dərsimiz haçan bitəcək, onda yekunlaşdıracaq uşaqlar. Ona görə də çox diqqətlə qulaq asın. Yəni, 1 saat ərzində bitməyəcək bugünkü dərsimiz, onu da deyil. Deməli, uşaqlar, elektrik sahəsinin intensivliyi nə deyirdik? İntensivliyi. Bax, belə bir məsələ var. Məsələ nədir? Hər bir yük öz ətrafında müəyyən bir sahə yaradır. Məsələn, müsbət yükdür, bu öz ətrafında elektrik sahəsi yaradacaq. Bu yükün intensivliyi xətlərini də belə müsbət yükdən çıxan və sonsuzluğa doğru gedən şəkildə nə edə bilərik? Göstərə bilərik. İndi uşaqlar, bu sahəyə hər hansı bir mənfi yükü, hər hansı bir, məsələn, bu müsbət olsun, mənfi olsun, fərqi yoxdur. Biz bunu adlandıraq Q0 və burada bir sınaq yükü gətirək. O da olsun Q. İndi uşaqlar, bu müsbət yük olsun, mənfi yük olsun, buranın heç bir önəmi yoxdur. İndi bunu beyninizi qarışdırmasın deyə silim. Bir yük götürdük, yükü adlandırdıq Q0. Bu öz ətrafında bir elektrik sahəsi yaratdı. Bura bir sınaq yükü gətirirəm. Sınaq yükü. Uşaqlar, indi bura baxın. Bu yüklə bu yük arasında qarşılıqlı təsir qüvvəsi olacaq. Hansı ki, o qüvvə üçündəki Coulomb qanun vermişdi ki, K, Q1, Q2, Q1 deməyək də artıq Q vur Q0 deyək. Q vur Q0 böl R kvadratı ilə hesablayacağımız, onlar arasında mərkəzlər arasındakı məsafənin kvadratı ilə hesablayacağımız bir onlar arasında nə var? Qarşılıqlı təsirində eyni işarəli yükdürsə itələmə, əks işarəli yükdürsə cəzb etmə qüvvəsi var da, elə deyil. Digər tərəfdən az öncə biz keçdik ki, elektrik sahəsinin intensivliyi üçün Y bərabərdir F bölünsün Q deyə düstur var. İndi diqqət edin, F-in yerinə biz nə yazarıq? K vurulsun Q vur Q0 böl R kvadratı deyə düstur yazarıq. Böl Q. Tərs çevirib vuranda bu Q ilə bu Q ixtisar gedəcək. Qalacaq K Q0 böl R kvadratı. Bunu niyə yazırız müəllim? Buradan biz nə nəticəyə gələk? Baxın uşaqlar, nəticə budur ki,
Elektrik sahəsinin intensivliyi, yəni Y, sahəyə gətirilmiş Q sınaq yükündən asılı deyil. Nədən asılıdır? Sahəni yaradan yükdən, yəni Q0-dan asılıdır. Bir daha deyirəm. Deməli, burada nə nəticəyə gəldik? Dedik ki, intensivlik nədən asılıdır? K-dan, Q-dən, indi K sabitdir. Bir də məsafədən asılıdır. İndi uşaqlar, məsafə ilə kvadratik tərs asılıdır. Q0, yəni sahəni yaradan yüklə isə nə cür asılıdır? Düz. Sınaq yükündən nə deyil uşaqlar? İntensivlik Y nədən? Q-dən asılı deyil. Bəzən şagirdlər F bölü Q-yə görə tərs asılı deyir. Xeyr, sınaq yükündən asılı deyil. Nədən asılıdır? Sahəni yaradan yükdən asılıdır. Y, Q0 ilə nə cür asılıdır? Düz asılıdır. Y, intensivlik. Məsafə ilə nə cür asılıdır? Tərs asılıdır. Düz və tərs asılığında qrafikləri, baxın, bu şəkildə nə olur? Qeyd olunmuş olur uşaqlar. Bu şəkildə qeyd olunmuş olur. Yenə deyirəm, bəzən şagirdlər bunu belə yadda saxlayın deyirəm. Şagirdlər, məsələn, bizim evimizin şəraiti bizim imkanımızdan asılıdır. Evimizə milyoner gələndə o malikanəyə çevrilmir. Xudmanidirsə imkanımız, evimiz də xudmani olur. Yəni, evimizə gələn insanın imkanlı və yaxud da kasıb olmasından asılı olaraq bizim evimizin şəraiti dəyişmir. O evimizin şəraiti bizim cibimizdəki puldan asılı olduğu kimi, baxın, intensivlik də sahəni yaradan yükdən, yəni Q-dən asılıdır. Sahəyə gətirilən yükdən nə deyil uşaqlar? İntensivlik asılı deyil deyirik. Burada da onu izah edir. Və biz aldıq ki, Y üçün, necə ki, Y bərabərdir F bölü Q idisə, Y üçün belə bir düstur aldıq. Y nəyə bərabərdir? Y bərabərdir K, Q0 bölünsün R kvadratı. Bir də bu cümləmi yadınızda saxlayın. Əgər məsələ şərtində epsilon varsa, aparın, atın o epsilonunu R-in yanına. Fərqi yoxdur. Biz bundan sonra bir çox düsturda görəcəyik. Əgər məsələnin şərtində epsilon varsa, onu hara atırıq uşaqlar? R-in yanına. Bunu yadda saxlayın. Və intensivlik müsbətdən çıxan, mənfiyə isə daxil olan şəkildə göstərilir. Dedik ki, intensivlik Q0 ilə düz, məsafə ilə kvadratik tərs, Q-dən isə sahəyə gətirmiş sınaq yükündən isə asılı deyil. Uşaqlar, intensivlik iki cür olur. Bir cins, yəni elektrik sahəsi intensivlik xətlərinə görə iki cür olur. Bir cins sahə, qeyri-bircins sahə. Əgər xətlər bir-birinə paraleldirsə, intensivlik xətləri belə paraleldirsə, yəni buradakı ki, müsbətdir, burası mənfidir, müsbətdən çıxır, mənfiyə gedir. Paralel olsa xətlər bir-birinə bircins sahə, olmasa, məsələn, nöqtəvi yük qəbula düşmüşdür bu sual. Deyir ki, nöqtəvi yükün yaratdığı sahə nə cürdür? Qeyri-bircins. Niyə? Çünki nöqtəvi yükdən çıxan intensivlik xətləri bir-birinə paralel deyil. Paralel olmadığına görə qeyri-bircins. Paralel olanda isə nə cür sahə adlanır? Bircins sahə deyilir. Deməli, yenə deyirəm, intensivlik xətləri paralel olanda bircins, qeyri-paralel olanda isə qeyri-bircins sahə adlanır. İndi uşaqlar, elektrik yükünün qüvvə xətləri üçün superpozisiya prinsipi var. Onun haqqında biz bir danışmış olacaq inşallah. Get-gedə bizim şagirdlərimiz buxarlanır. Deməli, nədən danışırıq? Superpozisiya prinsipi nə cürdür? Uşaqlar, elektrik sahəsinin qüvvə xətləri üçün superpozisiya prinsipi nədir? Deyir ki, məsələn, iki yük verilib, uşaqlar, siz yadınızda saxlamalısınız ki, bax bunu, məsələn, deyir ki, hər hansı bir M nöqtəsində Y yekunu təyinlə. Y yekunu təyinlə. Siz bilirsiniz ki, müsbət yükdən intensivlik xətləri nə cür olur? Çıxan şəkildə olur. Müsbət yükdür, M nöqtəsinə doğru çıxan şəkildə göstərəcək. İndi uşaqlar, özünüz düşünün, məsələn, sizə sırf M nöqtəsi lazımdır, burada da çıxır, buradan da çıxır, belə də gedir intensivlik xətləri. Bizə bu göylər lazım deyil. Əsas gəlib M nöqtəsindən keçənlər lazımdır. Və müsbət bu Q2 yükünün Y2-si gəlib buradan keçir. Q1 yükünün də Y1-i buradan gəlib keçir. Siz özünüzü bu göy yükün burada M nöqtəsinin yerində təsəvvür edin. Bir dostunuz sizə bir əlinizdən belə çəksə, bir dostunuz belə çəksə, siz önə doğru gedəcəksiniz də. Biz bunu Newtonda keçmişik. Yekun əvəzləyici qüvvə biri belə olanda nə cür olurdu? Paralelogramı tamamlayırdıq, deyirdik ki, bu diagonal istiqamətdə yönəlir. Burada da intensivlik elədir. Paralelogramı tamamlayırsınız, diagonal istiqamətdə yönəlir. Və yaxud da ki, baxın, bu burada olsa M nöqtəsi.
İndi uşaqlar az öncə dediyimiz kimi bu müsbət yükdür. M nöqtəsi üçün müsbətdən nə olacaq? Çıxan şəkildə. Bu mənfi yükdür. Mənfiyə isə həmin nöqtədən daxil olan şəkildə göstərsək. Fikir verirsiniz, paralelogramı tamamlasaq y-y-2 superpozisiya prinsipinə görə hansı istiqamətdə olacaq? Bu diagonal istiqamətdə olacaq. Bunu da mütləq yadınızda saxlayın. Yeri gəlmişkən ümumiyyətlə y-y-2 yadınızda saxlayın ki, y-y-2 düşsə qəbula. Xatırlayırsınız, əvəzləyici qüvvə. Əgər eynisə toplayırdıq. Burada da elədir. Y-y-2-nu əgər y1 ilə y2 eyni istiqamətlisə toplayın. Əvəzləyici qüvvə əksdirsə, əvəzləyici qüvvəni tapanda nə edirdik? Böyükdən kiçiyə çıxıb böyüyün istiqamətini götürürdük. Burada da elədir. 90 dərəcə olsa qüvvələr əvəzləyicini tapmaq üçün Pifaqordan. İstənilən bucaqlar isə kosinuslar terimindən istifadə edirdik. Elə burada da o qaydalarımız keçərlidir. İndi məsəl üçün, baxın, bu A nöqtəsində Y1 və Y2-nin Y1 və Y2-nin Y2-nü tapaq. Bu, görürük ki, biz hər biri nə cür yükdür? Müsbət yükdür. İndi fikir verirsiniz, bu müsbət yükdür, Q1-dir. Onda Y1 müsbətdən çıxan olub sağa doğru, bax, sağa doğru yönələcək. Bu müsbət yükdür Y2-si də ki, bundan sola doğru olacaq. Siz görürsünüz, əlbəttə ki, bunlar bir-birinin əksinədir. Onda Y2-nü tapmaq üçün hansı böyükdürsə, Y1-dirsə deyək, Y1-dən Y2-ni, Y2 böyüksə Y2-dən Y1-i çıxacaqsınız. Məsələn, növbəti 22-ci qeydə baxın, uşaqlar. Deyir ki, A nöqtəsində Y2-nü tapın. Y2-nü, yenə də A nöqtəsi üçün Y2-nü tapacaq. Gəlin, Y2-nü tapmaq üçün də ki, o dəqiqəsində ağlınıza gəlir ki, 4 hal var. Eynisi toplayıb, əksisi çıxıb, 90-sı püfür var. Sənə bucaqsı kosinusları tətbiq edəcəksiniz. Bu müsbət yükdür. A nöqtəsi üçün müsbətdən nə cür göstərməliyik? Çıxan. Məsələn, Y1. Bu mənfi yükdür. Mənfi yükdür. Mənfiyə nə olmalı? Daxil olan. Hər ikisi də eyni istiqamətdə olduğuna görə onda Y2 nə cür tapılacaq? Y1 üstəgəl Y2 şəklində tapılacaq. Yenə də başa düşmədikdə videonu sonradan saxlayıb diqqətlə qulaq asa biləcəksiniz bu hissələr. Məsələn, belə bir misal da deyim. Deyir ki, məsələn, A nöqtəsi üçün deyir, Y2-nü tap deyir. Yəni də Y2. Müsbət yükdür, A nöqtəsindən çıxır, belə gedir. Bu da mənfi yükdür, mənfi yüklə daxil olan şəkildə gedir. Paralelogramı tamamlasaq, bunun Y2-nü bu istiqamətdə yönələcək. Burada bucaq da 90 olduğuna görə bu şəkildə yazarıq ki, Y1-in kvadratı üstəgəlsinə Y2-nin kvadratı olmuş olacaq. Bu bizim neçinci qeydimizdir? 23-cü qeydimizdir. İndi uşaqlar, sizin üçün belə bir dörtlü verim. Bu dörtlümüz nədir? Mən bunu dörtlü deyə yadınızda saxlayın deyirəm. İndi ümumiləşdirib deyəcəm. Deməli, söhbət nədən gedir uşaqlar? Baxın, Coulomb qüvvəsi F bərabərdir K vurulsun Q1, Q2 böl R kvadratı. İndi epsilonlar ifadə olunur. Əgər burada K vurulsun Q1, Q2 böl R kvadratı yoxdursa, indi modulları yazmadım da mən, R kvadratı yoxsa potensial enerjinin düsturudur. Yenə deyirəm, bax, Coulomb qüvvəsi nə cür idi? K vurulsun Q1, Q2 böl R kvadratı. Fikir verirsiniz, burada özürlü sayın. R'in kvadratını yazmamam lazım idi. R'in kvadratı yoxdursa, nəyin düsturudur? Potensial enerji. Potensial enerji, kinetik enerji ikinci hissədə W hərfi ilə işarə olunur. Normalda xatırlayırsınız, biz enerjini Y, potensialsa P, kinetik isə YK ilə ifadə edirdik. Daxili enerjini isə birinci hissədə U hərfi ilə işarə edirdik. Burada isə yadınızda saxlayın. İntensivliklə qarşıdırmasın deyə şagirdlər potensial enerjini hansı hərflə işarə edirlər? W hərfi ilə işarə edirlər. Ümumiyyətlə, kinetik enerjini də W hərfi ilə ifadə edəcək. Demək, kvadrat olanda, Coulomb qüvvəsi də olmayanda potensial enerjini düsturdur. Hətta biz intensivlik üçün də deyə bilərik. Xatırlayırsınız, az öncə intensivlik üçün düstur aldıq. Y-nəyə bərabərdir? KQ bölünsün R kvadrat. Fikir verirsiniz, kvadrat olanda intensivlik də olmayanda, yəni nə cür? KQ bölünsün R olsa, yadınızda saxlayın, potensialın düsturudur. Hətta buradan K-nın, Q-nün, R-in vahidini də ala bilərsiniz. Deməli, sizdən sorsalar ki, potensial nədir? Uşaqlar, bax, sahənin potensialı bizdə R kvadratı olanda intensivlik də olmayanda yadınızda saxlayın ki, nəyin düsturudur? Sahənin potensialıdır. Potensial fi hərfi ilə işarə olunur. Biz bundan əvvəlki birinci hissədə fi ilə
dönmə bucağı, sonradan nisbi rütubəti falan ifadə etmişdik. İndi isə bu hissədə biz potensialı fi hərfi ilə işarə edəcəyik və bu potensial enerji ilə potensial eyni şey deyil. Bu potensial enerjidir. Bu isə sahənin, həmin nöqtənin potensialıdır. Xüsusilə də irəlidəki dərslərimizdə bu potensiala çox tez-tez toxunacaq. Yavaş-yavaş sizə də aydın olacaq ki, söhbət nədən gedir. Əslində biz bu qeyddə 4-ün birlikdə dedik. Artıq bilirsiniz ki, R kvadratı olsa Coulomb qüvvəsi də olmayanda nəyin düsturudur? Sahənin yükün qarşılıqlı təsirinin potensial enerjisidir. Niyə? Çünki yüklər arasında cazibə varsa, cazibəni xarakterizə edən enerji nədir? Potensial enerji. Bəs potensial nədir? Potensial yadınızda saxlayın ki, potensial enerjinin yükə olan nisbətidir. Və fikir verirsiniz, burada potensial enerji üçün düstur yazanda ki, K, Q0 böl R kvadratı bölgü. Q'lər ixtisar edəcək, üzrlüsən potensial enerjidə R kvadratı yox. K, Q0 böl R yazanda Q'lər ixtisar edib potensial üçün nə qalır? K, Q0 böl R deyə düstur alırıq. Ki, kvadrat olanda intensivlik də olmayanda potensialındır. Və madəm ki, əgər potensial, sahənin potensial enerjisi bölünsün yükdürsə, enerjinin yerinə joule, yükün yerinə nə yaza bilərik? Coulomb. Joule da Newton vur metr, Newton'u da kilogram vur metr böl saniyə kvadratı ilə ifadə edilir. Coulomb da amper vur saniyə yazıb, biz bunun davamını nə edə bilərik? Apara bilərik. Nə dedik? Dedik ki, fi KQ0 böl R'dir. Bayaqları biz dedik, epsilon varsa, epsilonun yeri həmişə haradır? R-in yanıdır. Bunu da dedik. İndi uşaqlar, sahənin potensiallar fərqi anlayışı var. Bəlkə o potensial səthlər anlayışı birdən baxaq. Az qalıb, bir şey qalmayıb. Tələsməyin. Yorulmamısınız uşaqlar. Baxın, ümumiyyətlə uşaqlar birdən gedər hamısı. Artıq buxarlanırlar. Yorulmamısınız. İstəsəz sabah da davam edə bilərəm. İstəsəz sizdə nasıldır? Davam eləyək mi uşaqlar? Gəlməm. Davam eləyək onda. Uşaqlar davam eləyək. Məncə davam eləyək. Bütün hamısını bugün yekunlaşdıraq. İndi söhbət nədən gedir? Potensialın müqayisəsi, sonra intensivliyin müqayisəsi haqqında danışarıq. Deməli uşaqlar, yadınızda saxlayın, potensialı müqayisə edən zaman haranın potensialı daha böyükdür məsələsi. Yadınızda saxlayın, müsbət yükə yaxın olanda potensial böyük olur. Məsələn, intensivlik xəttlərini biz müsbətdən çıxan şəkildə belə göstəririk də. İndi intensivlik xəttidir, müsbətdən çıxan. Sizə desələr ki, 1 və 2 nöqtəsinin potensialı hansının daha böyükdür? Deyəcəksiniz ki, müsbət yükə yaxın olan. Hansıdır? 1, o daha böyükdür. Fikir verirsiniz, mənfiyə nə olurdu? Daxil olan şəkildə olurdu da elə. Burada müqayisə edəndə fikir verirsiniz, bu mənfiyə yaxın olan daha kiçik olacaq. Ona görə müsbətdən çıxır, mənfiyə daxil olur da. Fikir verirsiniz, burada müsbətə yaxın olan hansı olacaq? 2 nöqtəsi. Ona görə fi2 böyükdür. Nədən? fi1-dən. Biz nə dedik? Dedik ki, deməli, fi1 böyükdür. Nədən? fi2-dən. Niyə? Çünki müsbətə yaxın olan böyükdür dedik. Bir də uşaqlar, belə bir məsələ var. Ekvopotensial səthlər. Ekvopotensial səthlərdə indi burada izah edeyim, sonra belə. Burada müqayisə edək, sonra o birisilərindən keçərik, qeydlər burada qarşı bir yerləri. Məsələn, biz dedik ki, 1 və 2-nin potensialını müqayisə eləsək, fi1 fi2-yə bərabər olacaq. Bəs niyə fi1 fi2-yə bərabər olacaq? Çünki fi1 də fi2 də deməli, yükdən eyni məsafədədir. Bəs bunun ona nə aidiyyatı var? Çünki fi'nin az öncə düsturunu keçdik ki, KQ bölünsün nədir? R-dir. Məsafə eyni olanda, yük də eyni olanda, K onsuz da sabit kəmiyyətdir, fi də eyni olur. Fikir verirsiniz, burada da məsələn 1 və 2 nöqtəsi fi1 fi2-yə bərabərdir. Niyə? Çünki yükdən eyni məsafədir. Amma məsələn 3 nöqtəsinin fi'sini müqayisə edəndə fi1 fi2 böyükdür. Nöşün? Çünki fi1 fi2 nəyə? Müsbət yükə daha yaxındır. Ona görə fi1 fi2 böyükdür. Burada isə fikir verirsiniz, 1 və 2-nin potensialı kiçikdir. Nədən? fi3-dən. Niyə? Çünki bu müsbətdən çıxır, mənfiyə daxil olur. Müsbətə yaxın olan hansı olacaq bu məntiqlə? 3. Ona görə fi3 böyükdür.
Nə deyirik? Deməli, potensialı müqayisə edəndə müsbətə yaxın olan daha böyükdür deyirik. Fikir verirsiniz, hətta burada da. Məsələn, intensivlik xəttləri burada bir cins olanda nə cür müqayisə edirik? Potensiala baxırıq, sonra intensivliyi müqayisə edirik. Baxın uşaqlar, siz intensivlik xəttlərini sağa görəndə avtomatik bu hissəni nə cür götürürsünüz? Müsbət. Çünki müsbətdən çıxıb hara getməlidir? Mənfiyə. Bu hissəni nə cür götürürsünüz? Mənfi. İndi uşaqlar, baxın, fi 1 ilə fi 2 bərabər olacaq. Niyə bərabər olacaq? Çünki eyni məsafədədir müsbətdən. Və fi 1, fi 2 böyük olacaq. Nədən? 3-dən. Niyə? Çünki müsbətə yaxın olanlar hansıdır? Fi 1, fi 2. Çünki intensivlik xəttlərinin istiqaməti sağ görəndə həmişə bura müsbət, bura. Əgər bu istiqamət sol olsaydı, onda bura müsbət, bura mənfi olacaq. Çünki intensivlik həmişə müsbətdən çıxır. Nədir? Mənfiyə doğru gedir deyirik. Və potensialı müqayisə edəndə nəyi yadda saxlayırıq uşaqlar? Müsbətə yaxın olanda potensial böyükdür. Və potensialı eyni olan səthlərə ekvipotensial səthlər deyilir. Ekva nədir uşaqlar? Eyni. Və burada 1 ilə 2-nin potensialı eyni olduğuna görə ekvipotensialı eyni olan səth adlanır. Məsəl üçün, burada görürsünüz 1 və 2-nin potensialı eynidir, ekvipotensial səthdir. 1-2-nin potensialı eynidir, nə cür səthdir? Ekvipotensial. Gəlin indi intensivliyi müqayisə edək. Yadınızda saxlayın, əgər bir cins sahəsə istənilən nöqtədə intensivlik eynidir. Adı üstündə də xəttlər paraleldir, eynidir. İntensivlik bir cins sahədə bütün nöqtələrdə nə olacaq uşaqlar? Eyni olacaq. Qeyri bir cins sahədə isə yadınızda saxlayın. İstər müsbət yük olsun, burada potensial kimi deyil. Bura diqqət edin, burasına. İstər müsbət yük olsun, istər mənfi yük, fərqi yoxdur. Yükę yaxın olanda intensivlik daha böyükdür. Yəni 1 və 2-nin intensivliyi 3-dən daha böyükdür. Və eyni məsafədə olduğuna görə Y1 Y2-yə bərabərdir və Y3-dən böyükdür. 1 və 2-nin yenə deyirəm intensivliyi 3-dən daha böyükdür. 1 və 2-nin intensivliyi nədir uşaqlar? Bir-birinə bərabərdir və 3-dən nədir uşaqlar deyirik? Daha böyükdür. Deməli, intensivliyi müqayisə edəndə bir cins sahədə intensivliklər bərabər, qeyri bir cins sahədə isə yükę yaxın olanda intensivlik daha böyük, istər müsbət olsun, istər mənfi olsun, yükę daha yaxın olanın intensivliyi daha böyükdür. Və potensialı eyni olan səthlərə də ekvipotensial səthlər dedik. Potensiallar fərqi, yəni fi 1 çıx fi 2 fərqi haqqında biz çox danışacaq xüsusilə də tutumda və sonraki dərslərdə uşaqlar. Məsələn, hətta deyəcək ki, batareyanın bu hissəsinin potensialı fi 1, bu hissənin fi 2 olur. Və potensialların fərqi, yəni fi 1 çıx fi 2 gərginliyə, U-ya bərabər olur. U gərginlikdə hansı ki, dövrədə deyirik ki, 240 volt gərginlik var deyirik. Bax, o gərginlik U-dur. Vahidi də voltdur uşaqlar. Potensiallar fərqi də elektrometrlə ölçülür. Bayaq dedik, biz elektroskopla yükün yüklənib yüklənmədiyini təyin edirik. Elektroforla yük əldə edirik. Məsəl üçün, yüklər arasındakı qarşılıqlı təsiri burulma tərəzi ilə. İndi isə öyrənirik ki, potensialların fərqini, yəni gərginliyi biz elektrometrlə ölçürük. Həm də öyrənəcək ki, gərginlik həm də nə ilə ölçülür? Voltmetrlə ölçülür. Dolayı yolla biz potensiallar fərqini voltmetrlə də təyin eləyə bilərik əslində. Əslində potensiallar fərqi haqqında çox danışacaq. İndi sadəcə ötəri toxunduq. Potensiallar fərqi gərginliyə bərabərdir deyə. Və U nəyə bərabərdir? Fi 1 çıx fi 2-yə və eyni zamanda U YD-yə bərabərdir. D nədir? Məsafədir burada. D məsafədir. Məsafəni intensivliyə vuranda o hissənin gərginliyini alırıq. Və vahidi də gərginliyin volt alınıb və potensial fərqi elektrometr vasitəsilə nə olur? Ölçülür deyirik. Biz 31-ci qeydə kimi demək olar ki, yekunlaşdırdıq. İndi qalıb 32-ci qeyd. Bundan sonrası əslində asandır. Çox diqqətlə qulaq asın, çox vaxtınızı almayacaq. İş haqqında danışacaq və dərsi yekunlaşdıracaq. Baxın, indi danışıq nədən? Elektrik sahəsinin gördüyü iş məsələsi. Sahənin işi, burada biraz qarma-qarşı görsənə bilər, amma çətin deyil. Çox diqqətlə qulaq assaz, sahənin işi haqqında da öyrənə biləcəksiniz. Sahənin işini nə cür təyin edirik? Məsələn, bir cins sahə çəkirəm, uşaqlar. İntensivlik xətlərini belə çəkən kimi siz artıq professionallaşmalısınız bu məsələlərdə. İntensivlik xətlərini belə çəkən kimi siz avtomatik bu hissəni müsbət çəkməlisiniz, bu hissəni də nə cür çəkməlisiniz? Mənfi çəkməlisiniz. İndi uşaqlar, siz düşünün,
Burada deyək ki, bir proton yerləşdirirəm. Protonu yerləşdirəndə sahə nə edəcək? Sükunətdə qoysam protonu burada. Bu müsbətlər nə edəcək? Bu protonu itələyəcək. Mənfilər də özünə çəkəcək. Proton məsələn D1 nöqtəsindən gələcək nəyə? D2 nöqtəsinə. Gəldi deyək ki, bu D2 nöqtəsinə. Fikir verirsiniz, sahə nə etdi, iş gördü. Bu protonu buradan bura gətirdi. Müəyyən bir D qədər məsafə qət etdi. Onda sahə nə edir? İş görür. Xatırlayırsınız işin düsturunu. İş nəyə bərabər idi? Fs kosinus alfa indi buraxırıq burada. Fs-ə bərabərdir. Burada da sahənin işi üçün iş yeri gəlmişkən bilməyənlər bilsin, iş A hərfi ilə şöyle olunur. Fs-ə bərabər idi. Nə edirdik? Məsələn, mexanikada məsələn, bu cisimdə F qüvvəsi ilə biz bunu dartırıq. Bir S qədər yer dəyişmə icra edirsə, görülən işi A-nı təyin etmək üçün tətbiq etdiyimiz F qüvvəsini icra edilən yer dəyişməyə vururduq və beləliklə işi təyin edirdik ki, filan qədər, filan joule iş görmüş oluruq. İndi uşaqlar, yadınızda saxlayın, elektrik sahəsində işi üçün də eyni düsturdur. F vur S. Sadəcə burada S-in yerinə D yazacaq. Az öncə keçdik ki, F nəyə bərabərdir? QY-yə. Xatırlayırsınız, Y nəyə bərabər idi? F bölünsün QY. Hansı ki, J bərabərdir F bölü M-in düsturu ilə əlaqələndirib yadda saxlayın demişdim. F də QY-yə bərabər olduğuna görə Q vur Y-yə. Nə olacaq? QY D olacaq. Az öncə YD-ni biz nə ilə ifadə etdik? U ilə. Onda Q deyə bir düstur alacaq. Deməli, elektrik sahəsinin işi üçün nə cür düstur aldıq? Q. Baxın, yenə deyirəm uşaqlar. Deməli, fikir verirsiniz, A iş nəyə bərabərdir? Yük vurulsun gərginliyə. Hətta uşaqlar, hətta mən yükdür də, elektron olduqda Y hərfi ilə işarə edib, mən uşaqlara deyirəm ki, belə yadda saxlayın. Elektrik sahəsinin işi, gəlin bu yaxşı yazmadım. Elektrik sahəsinin işi A, U, Y-yə bərabərdir. A-yə jizbara. Bunu yadda saxlayın. Elektrik sahəsinin işi nədir uşaqlar? A, U, Y-yə bərabərdir. Y nədir uşaqlar? Yükdür də, yəni Q. Əslində A bərabər nə yazırıq? Q. U nədir? Gərginlik. Q nədir? Yük. Bax, məsələn, evinizdə hal-hazırda açıb qoymusunuz işıqda, qeyd aparırsınız inşallah. Həm də ki, telefon falan zaryadkaya qoşmuşsunuz bəlkə də. Bax, bunlar hamısı nəyə aparır yükü? Dövrədə cərəyan işlənir də. Bax, o şotçikdə nə olur? Evinizdəki o sayağac deyək də, şotçik deyirik bu dildə, Rusçadan alınma söz kimi. Şotçikdə kuru vurur hal-hazırda. Gedir, tık-tık işləyir. Biraz da valideynlərimiz əsəbləşir ki, gecənin bir aləmi dərs mi olar? Keç yata bala. Deməli, indi uşaqlar o sayağac ki fırlananda elektrik sahəsinin gördüyü işi təyin edir. Yəni, əslində sizdən soruşurlar ki, elektrik sahəsinin işi nə təyin edir? Hansı cihaz təyin edir? Bax, növbəti bir cihaz keçdik. Elektrik sayğacları elektrik sahəsinin işini ölçür və biz ona görə ödəniş ödəyirik dövlətə. Elektrik sahəsinin işini nə ölçür uşaqlar? Elektrik sayğacı ölçür. Sayğaclar elektrik sahəsinin nəyini ölçür uşaqlar? İşini. Bax, bugün keçilən cihazları bir gözdən keçək. Elektrofor yükü əldə edir. Elektroskop yükün varlığı olub-olmadığını təyin edir. Elektrometr potensiallar fərqini göstərir. Və gərginliyi voltmetr ilə təyin edirik. Sonra, yüklər arasındakı qarşılıqlı təsiri burulma tərəzi ilə təyin edirik. Yeni bir şeydə keçdik ki, sahənin işini nə ilə ölçürük? Elektrik sayğacı ilə ölçmüş oluruq. Bəs sahənin işi deyəndə nə baş verilir? Bu sahəyə bir müsbət yük gətiririk, müsbət yükü itələyir protonlar, elektronlar özünə çəkir, bura gəlir, sahə iş görür. İş nədir? Fs-dir. Sadəcə burada S o məsafəni D ilə ifadə edirik, FD yazdıq. F-i də QY-ni açanda QYD, QY-ni də ki biz nə ilə, YD-ni üzrü sayın, nə ilə əvəz edirik? U ilə. Ona görə Q olub və yaxud da ki, belə yadda saxlayırıq ki, AY deyə sahənin işinin düsturu var. Burası aydındır uşaqlar. Soruşmaq istədiyiniz bir şey varsa soruşun. Səs çıxmır. İnşallah ümid edirəm ki, qaydasındadır hər şey. Belə. Hə, inşallah. Deməli, indi davam edək uşaqlar, davam edək. Sahənin işi üçün dedik. Uşaqlar, kinetik enerji. Kinetik enerji indi danışacaq iş, əslində iş, bu indi dərsdə danışacağım, iş enerji dəyişməsinə bərabərdir. Siz artıq bunu bilirsiniz. Birinci hissədə enerjinin saxlama qanunundan ki, iş nəyə bərabərdir? Enerjinin dəyişməsinə. İndi siz bunu kinetik enerji kimi ifadə etsəz, mv kvadratı çıxılsın mv0-ın kvadratı deyə yaza bilərsiniz. İndi bunu çox uzatmıram.
bunun sadəcə bu hissəsini boş verin. İndi bu hissəsi haqqında siz artıq əslində bilirsiniz, bunu qeyri-adi bir şey deyil. Siz bilin ki, burada da iş nəyə bərabərdir? Enerjinin dəyişməsinə. Siz enerjinin əgər 5 joule dəyişibsə, görülən işdə elektrik sahəsində 5 joule bərabər olur. İstər potensial olsun, istər kinetiki olsun, enerji dəyişməsinə bərabərdir. İş nəyə bərabərdir? A WK-ya bərabərdir deyəcəksiniz. Və yaxud da ki, potensial enerjidə əks işarə ilə götürəcəksiniz. Buna da diqqət edin. İş nəyə bərabərdir? Kinetik enerjinin dəyişməsi və yaxud da əks işarə ilə nəyə? Potensial enerjinin dəyişməsinə bərabərdir deyəcəksiniz. İndi uşaqlar, işin müsbət və yaxud da ki, mənfi olması məsələsi var. Gəlin işin bu iki qeyddə 35 və 36-cı qeyddə işin müsbət mənfi olması var və bunlarla bizi yekunlaşdıracaq. Bunlar asandır əslində sonuncular. İşin müsbət mənfi olması məsələsində deyək, nə cürdür işin müsbət və mənfi olması məsələsi nəyə görə təyin edəcək? Deməli, uşaqlar, fikir verirsiniz məsəl üçün. Deyək ki, burası müsbətdir. Siz hardan biləcəksiniz ki, görülən iş müsbətdir və yaxud mənfidir? Fikir verirsiniz. İndi məsəl üçün bu protondur, müsbət yüklü birinci. Və belə V sürəti ilə sahəyə daxil olur. Bu proton V sürəti ilə sahəyə belə daxil olduqda nə cür hərəkət edəcək? Birincisi, bərabər yeyinləşən. Niyə? Çünki bu V sürəti ilə sağa gedir də, müsbətlər itələyəcək, mənfilər də özünə çəkəcəyinə görə bu nə cür hərəkət edəcək? Yeyinləşən hərəkət edəcək. Yeyinləşən hərəkət eləyəndə siz bilirsiniz ki, kinetik enerjinin düsturu nə cür idi? WK mv kvadratı bölü 2. Yeyinləşəndə sürət artır. Sürət artırsa nə artır? Kinetik enerji artır. Kinetik enerji artırsa potensial enerji üçün nə deyə bilərik? Azalır deyə bilərik. Baxın uşaqlar, biz nə demişdik? Xatırlayırsınız, biz gülərək bunu demişdik. Məsələn, hər hansı bir adamdır, bu sağa gedir V sürəti ilə. Biz də bunu sağa doğru itələsək, əslində nə cür iş görmüş oluruq? Müsbət. Yəni, belə ümumiləşdirib demişdik ki, əgər təsir edən qüvvə ilə sürət eyni istiqamətdədirsə, iş nə cür idi? Müsbət idi. Burada da fikir verirsiniz, bunu sahə hansı istiqamətdə itələyir? Sağa doğru. Bunun sürəti hansı istiqamətdədir? Sağa doğru. Onda iş müsbətdir burada. Və yaxud da belə bir şey deyə bilərik. Fikir verirsiniz, yeyinləşdiyinə görə iş müsbətdir. Yeyinləşən hərəkətdə iş nə cürdür? Müsbətdir. Məsəl üçün, bu istiqamətdə əgər elektron daxil olsaydı V sürəti ilə, bu protonlar özünə çəkib elektronlar özündən itələyəcəkdi. Onda bu, yəni ikinci yükün hərəkəti bərabər yavaşlayan olacaqdı. Yavaşladığına görə bu sahənin işi mənfi olacaq. Məsələn, yavaşlayansa kinetik enerji nə olur? Azalır. Kinetik enerji azalır. Kinetik enerji azalırsa potensial enerji nə olur? Artır. Sahənin işini nə cür götürürük bu zaman? Mənfi. Çünki bu proton sağa getmək istəyir, sahə onu sola çəkir. Niyə? Çünki elektron sağa getmək istəyir. Müsbətlər onu sola çəkir və yaxud mənfilər sola itəlir. Onda sahənin işi nə olur? Mənfi olmuş olur. Deməli, uzun sözün qısası, baxırsınız, yük sahədə yeyinləşən hərəkət edirsə, iş müsbətdir. Yük sahədə yavaşlayan hərəkət edirsə, işi nə cür götürəcəksiniz? Mənfi götürmüş olacaqsınız. İş sahədə istiqamətində, deməli, intensivlik xəttəyin istiqaməti məsələsi deyil, yeyinləşən hərəkətdə müsbət, yavaşlayanda sahənin işi mənfi olacaq. Biz dedik ki, A-nın nə düsturu var? Q deyə düstur var. U üçün nə yaza bilərik? Hətta A böl Q də yaza bilərik. Vahidinə gəldikdə, baxın, işin yerinə joule yazarıq, yükün yerinə isə klon yazarıq. Deməli, gərginliyin həm də, yəni bu voltun açılışını nə cür yazarıq? Joule bölünsün, klon kimi də ifadə edə bilərik. Və bizdən dedik, gərginlik elektrometr və yaxud da voltmetrlə təyin olunur. Belə. İndi uşaqlar, yüklü zərrəciyə təsir edən qüvvənin artıq siz bilirsiniz, yüklü zərrəciyə təsir edən qüvvə QY-dir. İndi fikir verirsiniz, yüklü zərrəciyə təsir edən qüvvəyə görə hərəkət bərabər yeyinləşən, bərabər yavaşlayan olması məsələsi var. Məsələn, burada intensivlik xətləri görürsünüz, sağa doğru verilib. Bu intensivlik xətlərin sağa doğru veriləndə biz artıq sol tərəfi avtomatik olaraq müsbət götürürük. Sağ tərəfi nə cür götürürük? Mənfi götürürük. İndi bir-bir yüklərə baxaq. Proton burada nə cür hərəkət edir?
Protonu belə buraxdıqda uşaqlar bu müsbətlər özünə çəkib, mənfilər də deməli üzünə itələyib də, mənfilər də özünə çəkdiyinə görə birinci yük nə cür hərəkət eləyəcək proton? Yeyinləşən. Bax elektrondur. Belə atdıqda bu mənfilər itələyəcək, proton da özünə çəkdiyinə görə elektron nə cür hərəkət eləyəcək? Bərabər yavaşlayan. Neytron nə idi? Yüksüz zərrəcik. Yüksüz zərrəciyi nə müsbətlər çəkir, nə mənfilər itələyir. Ona hər hansı bir qüvvə təsir eləmir. Bu yüksüz zərrəcikdirsə bərabər sürətlə hərəkət halında davam etdirəcək. Bax məsələn protonu belə atsaq, sahənin xətlərinin əksinə atsaq. Protondur, bu protonlar itələyəcək, elektronlar da özünə çəkəcəyinə görə bərabər yavaşlayan hərəkət edəcək. Bir dənə diqqətlə baxın. Elektrondur uşaqlar. Belə atmışıq. Elektronu belə atanda müsbətlər özünə çəkib, mənfilər də özünə itələdiyinə görə yeyinləşən hərəkət edəcək. Neytrondur, belə atmışıq. Neytron da deməli belə atıldıqda uşaqlar yenə də hər hansı bir yük təsir etmədiyinə görə, neytral olduğuna görə nə cür hərəkət edəcək? Bərabər sürətli. Bax bu yüklərə xüsusilə də baxırsınız, uyğunlaşdıra bilməyib, ala bilmədikdə məndən yenə də dərs qruplarında uşaqlar soruşursunuz və yaxud da ki, videoya sonradan baxacaq olan uşaqlar, yəni qoşulmayan şagirdlər dərslərimizə şərhlər bölməsində qeyd edə bilər. Hər hansı bir yerdə problem varsa, qaranlıq qalan hər hansı bir məqam var isə. İndi uşaqlar fikir verin, intensivlik xətləri istiqamətinə perpendikulyar daxil olsa, bax bu proton perpendikulyar daxil olsa, siz bilirsiniz ki, bu protondur da, proton müsbətdir, müsbətlər itələyib mənfilər özünə cəzb ediləcəyinə görə sağa doğru meyl eləyəcək parabola. Bax bu elektrondur, elektronun müsbətlər özünə çəkdiyinə görə sola doğru meyl eləyəcək bu şəkildə parabola. Neytrondur, öz düzxətli bərabər sürətli hərəkət halını nə etdirəcək? Xətt çəkə bilmədim. Düzxətli halını nə etdirəcək? Davam etdirəcək deyirik. Uşaq artıq bunu danışmağa ehtiyac yoxdursa, yeyinləşənsə sürət belə, yavaşlayansa belə, bərabər sürətlisə belə, sürət zaman qrafiki üçün, yolu üçün yeyinləşəndə belə, yavaşlayanda belə, bərabər sürətli hərəkətdə neytron üçün qrafik belə çəkilir. Sahə tərəfindən yükə təsir edən qüvvə Q-yə işarə olunur. Artıq siz bunu dəfələrlə bilirsiniz. Hansı ki, ağırlıq qüvvəsinin mg olduğu kimi, bir də biz burada qravitasiya sahəsinin intensivliyi deyirik J üçün. Elektrik sahəsinin intensivliyi üçün Y deyirik. Burada kütlədir, burada isə nə deyirik? Yük. Yəni, yüklü zərrəciyə təsir edən qüvvə QY şəklində tapılır. İndi uşaqlar, yüklü zərrəciyə qüvvə təsir edəndə gördünüz ki, ya yeyinləşir, ya yavaşlayır. Elə deyil. Yeyinləşir, yavaşlayırsa nə yaranır? Təcil. Müəllim, bəs mən bu təcili nə cür tapacam? Yüklü zərrəciyə təsir edən qüvvə QY deyil. Həmin bu qüvvəni biz nə cür açarıq? MA kimi. Buradan da A-nı tapanda A nəyə bərabər olacaq? Buradan təcili tapsaq. QY bölünsün M olacaq. Yenə deyirəm, yüklü zərrəciyə qüvvə təsir edəndə ya yeyinləşir, ya yavaşlayır. Yeyinləşir, yavaşlayırsa sürət dəyişir. Sürət dəyişəndə hansı kəmiyyət yaranırdı? Təcil. A nəyə bərabər olacaq? QY bölünsün M-ə bərabər olmuş olacaq. İndi uşaqlar, məsələn, zərrəciyin sürətini tapın desələr, sürətin düsturunu siz bilirsiniz də, V0 üstəgəlsin AT idi. A nəyə bərabər oldu? QY bölünsün M-ə. Siz A-nın yerinə QY bölünsün nə yazacaqsınız? M yazacaqsınız. V0 sıfır olanda QYT böl M deyə düstur qalacaq. İndi yeyinləşirsə, yavaşlayırsa, artıq yavaşlayansa çıx, yeyinləşirsə, siz orada müsbət qoyacaqsınız. Məsələn, zərrəciyin yer dəyişməsini sizdən sorsalar. Siz bilirsiniz də, S-in düsturu V0T, üstə gəl nədir? AT kvadratı böl 2-dir. A-nın yerinə nə yazacaqsınız? QY bölünsün, M yazacaqsınız A-nın yerinə. Hansı ki, V0 sıfır olanda artıq nə olacaq? QYT kvadratı bölünsün, 2M qalacaq. Bunları çox sürətli keçdim. Dərs saxlarında bunlardan danışmışıq. Tormuz müddəti, tormuz yolu qalsın. O tormuz yolu problem deyil. Qeyri-adi bir düstur zadı deyil. Onları test saxlarında deyərəm. Tormuz yolu, tormuz müddətinə baxarsınız. Biz danışmışıq əslində. Sonuncu qeydimizi izah eləyək. Tormuz yolu, tormuz müddəti üçün mən 4 dənə düstur, tormuz yolu, tormuz müddəti üçün deməli bir qısa video izah eləyəcəm. Birinci tormuz yolu hardan gəlir? Sonradakı elektrik sahəsində tormuz yolu və tormuz müddətini nə cür təyin edirik? Onunla bağlı mən həftə içərisində sizinlə gözəl bir qısa video keçəcəm. Tormuz yolunu ümid edirəm ki, xatırlayırsınız.
Son olaraq xüsusi yükdən danışaq və dərsimiz yekunlaşsın. Uşaqlar, xüsusi yük deməli, xüsusi yük deyək ki, Q-ştrixlə işarə olunur. Yükün kütləsinə, yəni zərrəciyin kütləsinə nisbəti. Bax, yükü kütləyə böləndə xüsusi yük alırıq. Sizdən soruşsalar xüsusi yük nədir? Deyəcəksiniz ki, xüsusi yük yükün kütləyə nisbətidir. Vahidi kulon böl kiloqramdır. Yükün yenə kulon və kiloqram yazarıq. Kulonu da amper vur saniyə kimi açsaq, xüsusi yükün əsas vahidlərlə ifadəsi bu şəkildə olmuş oldu. Ümid edirəm sizin üçün